İndi isə sizinlə bir vizual o birisi vizuala necə təsir etmir, bunu danışacağıq. Bu nə deməkdir? Tutaq ki, siz məsələn görürsüz ki, mən burada vakuum hissəsinə tıkladığım zaman, burada dashbordumda vizuallar artıq dəyişməyə başladı. Satış tutarları dəyişir, bu cədvəlim dəyişir məsələn. Mən istəyirəm ki, mən burada tıkladığım zaman bu cədvəlim əslində bu formada olduğu kimi qalsın, heç bir dəyişiklik olunmasın və yaxud bura tıkladığım zaman laptopu sırf göstərməsin, hamısını göstərsin. Bunu mən necə eləyə bilərəm? Deməli, eləyəcəyim şey nədir? Gəlir siz vizualın üzərinə, hansı vizualı ki, siz dəyişməyini vurduğunuz zaman hansı vizual təsir etməyini istəmirsiniz. Bu zaman gəlirsiniz format hissəsinə və edit interaction. Baxın, mən bura tıkladığım zaman gördüyünüz kimi bu açıldı. Blok işarələri açılır, filtr işarələri açılır. Və mənim bu vizualımda, bu vizualın içində olduğu üçün, yəni bunu tıkladığım zaman nəyə təsir etməsin. Mənə onu göstərməyini istədiyim üçün mən gəlirəm, seçirəm bunu. Bir dəqiqə baxım görüm bu vizualın bir dəqiqə, okey, biraz bura dartaq. Mən tam olaraq görə bilmirəm ki, hansıdır da. Okey, mən tutaq ki, bunu seçdiyim zaman istəyirəm ki, bura blok qoyulsun, düzdür? Mən gəlirəm bunu bloklayıram. Baxın, bu vizualı seçdim, amma bunu bloklayıram. Çünki bunu dəyişməyini istəmirəm. İndi mən vakuum seçdiyim zaman görürsüz, heç bir dəyişiklik olmadı. Məndə ümumi product name-lər üzrə satışı göstərir. Amma burada tıkladığım zaman heç bir dəyişiklik olmur. İstəsəz bu formada da buradan filtr vurub bloku aça bilərsiniz çox rahat bir şəkildə. Tutaq ki, mən istəyirəm ki, ümumi satış tutarım dəyişməsin. Bu zaman nə edirəm? Gəlirəm, qayıdıram əvvəlki hissəyə və burada none eləyirəm. Bu formada baxın, görürsüz, heç bir dəyişiklik olmur. Çox rahat bir şəkildə istifadə edə bilərsiniz. İndi burada təbii ki, yox, amma digər dashbordlar qurarkən hər hansısa bir istəyirsiniz ki, ümumi məlumatınız görsənsin, heç bir dəyişiklik olmasın. Bu formada edit interaction-dan çox rahat bir şəkildə istifadə edə bilərsiniz. Həqiqətən də çox rahat bir funksiyadır.